Dəlialı kimdir? Dəlialı 1875-ci ildə Şəmkirdə anadan olmuşdur. Onun atası kənd təsərrüfatı ilə məşğul olan bir adam olmuş. Adı Məhərrəm kişi idi. Erməni olan Rus pristavı da Aşotda güllələyərək atasını öldürmüşdü. Onu da eşidərək Rus pristavın da erməni olan Aşotu da güllələyir. Onun qaçaqlıq həyatı başlayır 1905-ci ildə. Gəncədə də eşidərək ermənilərin də qətliam elədiyində o da hazırlaşır. Ermənilərə qarşı da xırda dəstəsi ilə qan oturmuşdur. Ermənilər də bir də Gəncəyə ayaq basmır. Çar 2-ci Nikolayın qızı Olqa Nikolayeva da ona pərəstişlik eləyirdi. Ruslar da çətinlik çəkirdi. Onu mühasirəyə ala da bilmirdilər. Çünki ruslara da qarşı qan oturmuşdur və 60-dan çox rus məmuru da öldürmüşdür. Ermənilərin qənimi olduğu kimi rusların da qənimi idi. Qan utdururdu. Ruslarla da müharibə eləyəndə ruslar da geri çəkilirdi onunla müharibə eləyən vaxtlarda. Onun ləqəbi də Qafqaz qartalı da olmuşdur.